Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilən sosial tərəfdaş loyallıq proqramı ölkə üzrə təqaüdçülər, şəhid ailələri, müharibə iştirakçıları və əlilliyi olan şəxslər üçün sosial rifahın yaxşılaşdırılması məqsədi ilə xüsusi endirim imkanları yaradır. Proqram çərçivəsində minlərlə vətəndaş supermarketlər, apteklər, klinikalar və digər xidmət sahələrindən alış-veriş zamanı güzəştlərdən faydalana bilir. Endirimlər gündəlik xərclərin azaldılması və sosial dəstəyin artırılması istiqamətində əhəmiyyətli addımdır. Maraqlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu mövzuda maarifləndirmə aparırmı? Əhalinin aidiyyatı qrupu informasiyalardan necə xəbərdar edilir? Vətəndaşlar artıq e-sosial telefonlarına yükləyib qeydiyyatdan keçməklə tətbiqdə göstərilən sosial tərəfdaş barkodunu əldə edir. Həmin barkod vasitəsilə tərəfdaş olan xidmət sahələrində, böyük supermarketlər, aptek, klinika və mağazalarda alış-veriş etdikdən sonra kassaya ödəniş zamanı təqdim etdikləri barkod vasitəsilə endirimlərdən yararlana bilərlər. Artıq barkod endirimləri mərhələli şəkildə genişlənir. Endirim faizləri və tərəfdaş müəssisələrin siyahısı mütəmadi olaraq sosialtərəfdaş.az saytında yenilənir. Vətəndaşlar sayta daxil olub bu məlumatlarla tanış ola bilərlər. Hazırda endirimlər Bazar Store, Almarketlər, Farmastor, Buta, Aloe, Dokta aptekləri şəbəkəsində tətbiq olunur. Yaxın zamanda layihəyə digər market, aptek və klinikalarında qoşulması planlaşdırılır. Qeyd edək ki, ötən müddət ərzində 1.778.549 əməliyyat həyata keçirilib. Vətəndaşlar alış-veriş və xidmətlərdən istifadə zamanı təklif olunan endirimlərdən faydalanırlar. Endirimlərdən yararlanmaq üçün vətəndaşların e-sosial mobil tətbiqini yükləyərək qeydiyyatdan keçməsi və kassada sosial tərəfdaş barkodunu təqdim etməsi kifayətdir.